Salam değerli izleyiciler. Gördüğünüz LG markalı paltar yuyan təmirinə gəlmişəm. Baxın bunun içindən çıxan ərpə. Bir xeyli ərp var. Hələ nə qədər də dünən tökülmüşdü. Bunun hissəsini bugün gətirmişəm. Bunun səbəbi paltar yuyan köhnələndən sonra limon duzu işlətməkdir. Əgər işlədirsinizsə heç olmaya gec-gec işlədin və vaxtında işlədin təzəliyindən. Paltar yuyan köhnələndən sonra limon duzu işlətmək. İçəridəki bütün köhnə ərpləri təmizləyib gətir, tökür pompanın gözünə. Pompa xarab olur, bu qab xarab olur. Şlanklar bütün ərplərdən təmizlənir, düzdür. Ancaq paltar yuyanın özünü də xarab edirsiniz. Vaxtında ya işlədin, ya da ümumiyyətlə işlətmirsinizsə işlətməyin. Paltar yuyanları əgər təmiz saxlasanız, ömrü daha çox olar. Paltar yuyan təmiri ilə bağlı bizimlə əlaqə saxlaya bilərsiniz. Ünvanımız Şamaxı